Ailə institutu milli kimliyin, sosial harmoniyanın və cəmiyyətin davamlı inkişafının əsas sütunudur. Azərbaycanın dünya siyasi xəritəsindəki mövcudluğunu qoruyan, çox millətli, çox dinli və mədəni müxtəlifliyi ilə öyünən milyonlarla ailədir. 30 ildən sonra qazandığımız Qarabağ zəfəri qaçqın və məcburi köçkün ailələr məhfumunu tarixə qovuşturdu. Gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən Azərbaycanlı ailələrə yol açdı. Tarixi dönüşün rəmzi olaraq 21-ci əsrin tək qalib xalqının öz milli ailə günü olması təbii və layiqli bir qərar olardı. Hazırda dünyada ənənəvi ailə modelləri böhran yaşayır. Postmodern dəyərlər sistemi, Avropalaşmanın aqressiv təbliği və mədəni hegemonluq ailə institutunu ciddi sınaqlar qarşısında qoyur. Ona görə də müzakirəyə təqdim olunan ailə institutunun barometri sayılacaq 25-ci il üzrə komitənin sənədi əslində mühüm dövlət baxışıdır, sənədidir, aktıdır. Sənəddə diqqət çəkən ilk məsələ Azərbaycanlı ailələrin üzləşdiyi risklərdir. 25-ci ildə qadın dəstək xəttinə 3954 müraciət daxil olub. Onların 28%-i psixoloji dəstək, 17%-i zorakılıq, 15%-i hüquqi yardım, 9%-i boşanma məsələlərindən bağlıdır. Rəqəmlər göstərir ki, zorakılıq artıq yalnız fiziki yox, psixoloji, hüquqi və sosial müdafiə problemi kimi də ciddi yer tutur. İkinci məsələ mühafizə orderləridir. Komitənin tövsiyəsi qısa müddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması düzgün yanaşmadır. Çünki zorakılıqda vaxt amili həlleyicidir. Zərərçəkən şəxs müdafiəni həftələrlə gözləyirsə, nəticəsi ağır olur. Üçüncü ciddi məsələ qohum nikahlarıdır. Milli Məclisin 2 il öncə qəbul etdiyi qanun əslində öz nəticəsini verir. Statistikaya baxsaq, 22-ci ildə 2542 olan belə nikahların sayı 24-cü ildə 2058-ə, 25-ci ildə isə 1412-yə düşüb. Azalma var, lakin problem deyildiyi kimi tam aradan qalxmayıb. 25-ci ildə bu ən yüksək göstərici Bakı üzrə 360, Lənkəran Astarada 223 nəfərdir. Göründüyü kimi qohum nikahları təkcə hüquqi qadağa ilə aradan qalxmır. Davranış dəyişməlidir, maarifləndirmə aparılmalıdır, tibbi genetik məsləhət və məktəblərin üzərinə böyük vəzifə düşür. Dördüncü problem ana və uşaq ölümü ilə bağlı göstəricilərdir. 25-ci ildə hər 100 min diri doğulana ana ölümü 26 nəfər qeyd olunub. Xüsusilə narahat edicidir ki, şəhər yerlərində müvafiq göstərici 24-cü ildəki 12.2-dən 25-ci ildə 22.1-ə yüksəlib. Kənd yerlərində də azalma var. Lakin 25-ci ildə 1 yaşa qədər olan uşaqların sayı, yəni ölənlər 1312 nəfərdir. Ona görə də əhalinin demoqrafik artımına ehtiyac duyduğumuz dövrdə ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu zəruridir. Beşinci məsələ qızların təhsili və ixtisas seçimidir. Qız uşağının təhsildən yayınması, sonradan erkən nigaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və sosial tədricə yol açır. Formalaşan reallığı dəyişmək üçün ilk həlqə yenə məktəbdir. Nəhayət informasiya mühiti ilə bağlı sənəddə göstərilir ki, sosial şəbəkələr, TikTok və YouTube kanalları ailə münaqişələrini sensasiyaya çevirir. Boşanmanı, zorakılığı, xəyanəti reyting aləti kimi istifadə edirlər. Ailə institutunu ideallaşdırmadan, lakin nüfuzdan da salmadan sağlam münasibətlər, məsuliyyətli valideynlik və qarşılıqlı hörmət nümunələri geniş təbliğ olunmalıdır. Ölkəmizdə uğurlu ailə obrazları 100 minlərlədir. Övladlarını təhsilli və vətənpərvər böyüdən, yaşlılara qayğı göstərən, çətinliklərə baxmayaraq ailə birliyini qoruyan, şəhid və qazi ailələrinin dəyərlərini yaşadan, Qarabağa və Şərqi Zəngəzuru qazanan, indi ora qayıdan və ailə həyatı quran ailələrin nümayişi bizim bu institutun təbliği və xarici hücumlardan qorunması üçün çox önəmlidir. Bir daha Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirir, məlumatı ailə, qadın, uşaq siyasəti üzrə qərarların qəbulunda mühüm analitik sənəd sayır, komitənin aktiv və sistemli işini yüksək qiymətləndirir. Sağ olun.